Aksoy Production'ın təqdimatında Baksel'in baş sponsorluğu ilə 3 bacı serialı başladı. Hələ heç kim belə evlilik təklifini eləməmişdi. Xoşbəxt. Baş şüphələmiyim, tortun sözə nə dəxli? İndi başa düşərsən. Xoşbəxt. Mənə gələrsən. İndiyə qədər heç kim belə evlilik təklifi eləməmişdi. O senaristi Cıracami. Cıracami! Lazımdır. Gör nə gözəl yazım. Romantika. Əla. Sən gəl, xoşbəxt. Balaca bacının sözünə qulaq as. Eyşənə şans ver. Sən bir də sir açım. Sən elə bilirsən ki, mən belə Tarıqa görə ürəyim gedirdi. Sadəcə olaraq mən də şansımı əlimdən buraxmadım. Vəziyyəti düzgün dəyərləndirdim. Sən xəbərin var ki, statistikaya görə qadınlar kişilərdən düz 2 dəfə çoxdular. Bax, sən burada vaxtını öldürürsən, amma ki, sənin qismətinə hansı bir subay qız artıq qamarıyıb götürüb özünə. Neyse, gedək bizə məni qardaşımdan istə. Mən özümdə güc tapdım. Gedək. Belə yox da, get əynini giyin, gedək. Eyşənim. Eyşə, yaxşı da bu nə də? Onu çıxardır, get də dedim, get giyin. Heveslendik bir gün geldi çıktı. Biz 3 bacı böyük şehre. Burada çoxlu yeni dostlar tapdık. Ümidlendik aydın seher. Sevinç tecrübesi. Yemek xoşbəxtin bəhrizi. Bir komşuların da her biri. Səadət səhnə dərsidir. Çöldə, işdə, evdə, firavanın hər məqamda biz çox mehribanın qonşularla xoşbəxt dolanırıq. Evdə yola getməsək də biz iş bacılar. Bax, hər kəs bunu bilir, hər tərəfdən min bir söhbət gedir. Kimsə tərsdir, kimsə yola gedir. Baxın, sevin, gülün, gəldik iş bacılar. Ağır. Xoşbəxt, nə yaxşı ki gəldinizə. Mənim sənə sözüm var. Eşən bura niyə gəlir? İndi onu demək istəyirəm. Belə bir Eyşənlə mən. Ağır, Bir Eyşənlə dəqiqə mən. deyəndə mən sözümü deyim, ondan sonra sən deyərsən. Ağır, elə gözəl sözdür ki, sevinəcəksən, qoy deyim də. Vaxt onu, ay qız, qoy mən sözümü deyim, tutarım, ondan sonra sən danışarsan da, bildin? Mən belə qərara gəlmişəm ki, Tora əvvəl-axır mənim olmalıdır. Bildin? Öldürəsi olsam da, qaçırdası olsam da mən onunla evlənirəm. Şo! İndi sözümü deyim. Eyşən, gedə bilərsən. Gedim. Bəs ona deməyim ki, biz evlənmək istəyirik. Deməyim ki, biz bir-birimizi sevirik. Yox Eyşən, demə. Demək ki, biz evlənmək işimizi sürpriz eləmək istəyirdik Ağıra. Hə, Ağır? Hə? Gedim də dayı. Get. Onsuz da sezonun axırına can vaxtım var. Sağ ol. Sağ ol. Sağ ol, get. Xoşbəxt, sən o sevincin canı, bura niyə gəlmişdi? Ağır. Sən demirdin ki, Troya ilə Torayla. Olsun Torayla dalaşmışsınız. Sən demirdin ki, o Askıranda. Hə, olsun əsliyəndə əlini belə tuturdu. İndi nə oldu belə tutur? Ay qız, nə olsun belə tutur? Mən fikirləşdim ki, mən necə kişiyəm ki, bir dənə xasiyyəti onu tərk etdirə bilmirəm. Onu tərk etdirəcəm də, onu alacam da. Şo! Amma bilmirəm mən nə edeyim.
Ben sana necə kömək eləyim? Əlini belə tutum. Bəlkə Marifin yanına gedəsən. Dostun da kömək eləsin də sənə. Marifin yanıma əli boş. İndi kim kimə təmənnasız iş düzüb qoşur? Üzük. Apar bunu ver, qoy sənə kömək eləsin. Qızıldır. Yox, qızıl deyil, gümüşdür. Amma qaşları bahalıdır da. Saadətin də itmişdi. Mən də sənə bağışlayıram. Mən elə yəni ki, Saadət narazı olmaz, hə? Ağzına da öldürərsən onu. Mən getdim. Get. Ağı. Dedin ne? Salladı mı sana mısmırığı? Kстати, internette bakmak lazımdı. Maraklanan görüyor. Mısmırıqdı, salladımak o. Hardan gelip bizim dile düşü bu? Kökünü tapmak lazımdı. Хорошо. Ne oldu bağı? Ha? Mən sizdən çox üzr istəyirəm. Siz məndən böyüksüz yaşda. Utanıram da deməyə. Ay ağır, eybi yoxdur. Olan işdir də. Xoşbəxtə deyərəm, altıva klyonka salar, qutardı getdi. Nə klyonka ya? Mən bir qız sevirəm. Toranı da. Onu sevirəm. Məndən üz döndərib. Barışmır. İndi mən nə edeyim, hə? Köməklik eləyən də yoxdur mənə. Hamı məndən üz döndərir. Bilirsiniz niyə? Niyə? Tora əsnəyəndə əlini ağzına tərsinə tutur. Oy, kakoy ужас. Şükürler olsun. Ужас. Ağır söhbətti bu. Bunun üstünde aileler dağılıb. Ama buna bakırsan bu məsum gözlere bak bunda. Kömək eləmək lazımdır da buna. Bir şey fikirləşmək olar bala. Əlbəttə olar. Deyirəm, Marifdə ay, bəlkə gedib Sədrəddin müəllimlə danışasınız. Mənə ayıb deyə, siz ağsaqqalsınız da, o sizi başa düşər. No Mari, no davay. Evlenme klubu açan Rus ayısı. Göster özünü. Hadi gösteririm. Hadi dünyavi problemleri halleleyen Marif. İki gencin probleminde aciz kalacak. No fakat ne dedi onun? Zahid. Hadi Tora. Tora. Elinde bir şey var senin. Hadi mısmırık takdır ama senin tupboy. Direm elinde avucunda bir şey var yoksa yok. Hə. Bu başka mesele. Bu başka mesele. Davay ben gittim. Gittim ben. Çamadı mən ve çazar ve şayet şay belki şay. Şarjı başlama. Işımızsa aşımızı ben mısımı sal. Başlışımızı başlışa. Çünkü ben geçemem birbirimizin şiarsın. Ben şaşıramamsa. Neden ne oldu sana? Cep mayonez getireyim sana. Hadi ben başka şeye göre gelmişim, narahat olma hadi. Hayır işe göre gelmişim. Sakit ol da. Sen bu vazımızda ben bu yaşsızım olsun. Ne diyecekti bu?
Marif da indi mən arxayın ola bilərəm də sizə bu Hadi narahat olmadan. Korktun ha? Matın gutun çekildi senin. Eyleme öyle şeyleri de. bu biraz vergiden yayınmam var. Eyleme. Vergiden yayılma. Ay Marif, Ne? xeyir olar, nə məsələdir? Hayırdır inşallah. Bularız. Sen de bu... Bir dakika. Ne? Tara oradan bize çay ver. Lazım diyor, adı lazım diyor. Adı yok da. Ele söhbet Tora'dan gideceği. Dinen getirmesin. Tora gelme. Senden söhbət gedə bilər. Senin bu ofisinde служебный roman gelir. Ağır var ağır. Torayla doğal sevişirler. Sen deme. Ne? Haberin yoktu ha? Yatmışsan filin kucağında, kulaklarında yatmışsan haberin yok. De bunlar birbirini ama kulak az, filden kutarak. Evet. Bunlar indi dalaşıblar. Bunları barıştırmak lazımdı. Toylarını elemek lazımdı. Biz de iştirak eləyək. Ağır yumuşalı bu, yumuşak olup ama bu yün çubuğu var ha Tora. Da hayasızlık eləyir. Da barışmır. Başa düşmədim indi. Mən nə edə bilərəm? Nə edə bilərəm mən? Mən gəlib Toraya deyim ki, ay gün çubuğu nə təsdivə salmısa barış ki, nə? Sonra da evlən günə, ağırına. Olmaz belə, o mənim işim, onu maaş verirəm. Demek de başa düşürəm de olmaz ben de. Dedim bir götür koy eləyək de. Bir fikirleşək, bir çıkış yolu tapak. Ne fikirleş? Marif kişi, Ne? sən o boyda öz binanda Xədicə qala məni niyə gəlib axtarırsan ki? Xədicə belə işlərin həm atasıdır, belə olub qardaşıdır. Düz değilsen benim hiç yadıma düşmüyor bu. Hatice. Gidip onu darta getir. Bizim şaka, mevzum şaka, sen harca, mevzum değil, sen Ne oldu sana genelde? Zaryat kurtardı. Sen ağsaqqal adamsan, otur burada bir dənə çay iç. Mən özüm gedib Xədicəni tapım gətirirəm. Kulak et. Bak bu yüzüğü de götür. Hatice bir iş düzeltebilse yüzüğü onundu. O ne? Ну давай. Давай. Ulan yok. Senin mi ağın olmasa sen ne ver pulunu? Ağa dünyanın alimi Allah ne kadar vereceğim? 10 manat verəcəksən. Krediti verəndə nə olar? Allah bu senin 10 manat. Yok kredi de şey olur, şey olur. Ağa deş olur. Senin ağın olmasa o yerde. Parayı! Bir dakika. Sus burada oğlum. Mallardan mılyat ol, ben gelirim. Gelirim. Sen al vereceğim diyen. Sen hele benim şirniyatlarımdan darmalsan. Bir sen ne şirniyatlardı bunlar? Tatlıdır, lezzetli. Benim ağzıma koyursan piçeğini çık gelir. İstəmirəm, Xədicədən mal almıram. Ben aşığım diline. O şirin şeker diline. Benim bu şirniyatım hizmet eyler eline. Ben mal almıram. Ayşe bu şirniyatlardan yiyirsən. Diyeceksen ki birini de vereyim. Almıram. Diyeceksen sonra yine vereyim. İstəmirəm. Dadı damağında qalacaq. Adı ağzında qalacaq. Adı ürəyində qalacaq. Qəlblərə həkk olunacaq. Sən bilirsən bu nədir? Ana bir dəqiqə duyam səni, belə eləyimsən məhəllədə heç kim səni yaxına bırakmır. Heç yaxını buraxmasınlar. Verəcək günə qalacaqlar da. Mən Xədicəmi? Xədicəsi sizin bir gününüz də olmasın. Məhlə əldən gedərək. Məni bəyənməyənlərin boynu yerə soxum, eşitdin, səndən başqa. Qulaq as, mən Xədicə olmasam, məhlə batar. Bilmədiniz nəyə qədrimi, bilmədiniz. Bilmədi. Atam qardaşım bilmədi. Bilsəydi sənin üçün
Qədir ağacı. Lazım deyil. Qədir ağacını gedin özünüz üçün əkdirin. Mən pis eləmirəm ki, şokolad satıram da, piçeni satıram da. Özdəki ən dadlı, ən şirin şokoladları sizə məsləhət görürəm. Sən bunu yesən, evə bir girən ki, cənnətə gedərsən. Qanad açıb, quş kimi uçarsa deyə, sonra dəyinib gələrsən deyərsən. Xədicə, mənə bir əlini ondan beri girər. Necədir? Pisdir də, Ağlama girən. Ağlamağın məni bu kökə saldı ya. Ağlama girən. Allah qurusun sən gözümün yaşını. Danışmağa qoymursan axı. Ağlama girən deyirəm. Mənə yazığın gəlsin də. Gəlmir sənə yazığım. Gəlmir, gəlməsin. Mənə yazığın gəlmir, heç olmasa tamaşaçılara yazığın gəlsin. Yaxşı sözüdür də. Demirəm. Tutmamışam ki. Demirəm. Demə. Mən də gedim işimə gücümə. Avra eləmirsən, nə sən məni bura? Göstəriciyə. Nə oldu, itirdin? Bax, mən də belə qonşu kimi axırı belə itirəcəksən. Ay sağ ol, bax. Ada, bu hardandır sənin üçün? Ada xətəkar. Ada, sən nə yaxşı oğlansan. O nədir? Ay, sən də Mənə bax. Bizim bu Tora ilə bu ağır bir-birlərini sevirmiş. İndi də dalaşıblar, bir-birlərinə danışmırlar. Bunları barışdırmaq lazımdır. Heç xəbərim yoxdur. Qulaq as, sən indi deyirsən ki, bunların ürəkləri birləşsin, qovuşsun, sonra da şıdırğı vursun. İstəyir lap belə mıdırğı vursun. Tək ki barışsınlar, sonra bu üzük sənindir. İndi niyə? Gedək barışdıraq da. Düş qabağıma gedək. Həri. Gedək tez elə. Üzüyü yaxşı yerə qoya, itirərsən. Nə oldu? Sən pulu verdin mənə. Get, boş getdin. Görsəndə mal alan olmaz. Ver mənə bunları. Yox, var. Bir daha gəl. Yiyərsən mənim sağlığıma, pullarda gələrsən. Getdik. Hoş getdin. Üzüyü bək geri qoy. Düş qabağıma gedək sonra. Sana yenə gələrsiz. Ay mənə bax. Ay mənə bax. Bilirəm, vaksin hər yerdə tutur. Mən səni tuta bilmirəm. Baş sponsor Baksel. Alo. Səadət. Sən kimə dedin ki, durdun getdin Sankt-Peterburqa bu Gogol'un burun povestinin kastinginə, hə? Necə yəni mənə? Nə vaxt? Səadət, sən məndən soruşdun ki, saatına baxmaq olar. Mən də dedim, hə, olar. Yəni mən saata baxmağı nəzərdə tutdum ki, olar. Hə, yadıma düşdü. Hə, hələ dedim ki, belə qurbandı sənə. Sən olar deyəndə Peterburqa getməyi demişdin. Səadət, mən yüksəklikdən qorxan adamım. Məni niyə cin atına mindirirsən? Yaxşı. Əvvəl-axır dönəcəksən də vətənə. Vapşı, bilirsən nə var? Gözlə orada gəlirəm. Gözlə gəlirəm ora. Aksiyon! Erşən. Misal qaqaş necəsən? Nə var, nə yox? Vəziyyət saat necədir? İşlərin saat necədir? Yedir, hamısı ləzzətlidir. Necədir vəziyyət? Başa düşmədim. Nəyə başa düşmədin? Bu insana qohum oluruq. Sən də durub qohuma iş buyuracaqsan. Biz ayəkə olansan. Hayda. Səadət, mən gecikəcəm. Ayağını aşağı sal görmə, hə? Çocuq. Bu insana qohum oluruq, Nə qombazlığı? Şimdi mən işə... Qombazlıq nədir? Sən hara? Həm mən hara? Anamsan mənim. Qohuma bax. Biz xoşbəxtlə belə burada qəşəng ikimiz oturduq. Xoşbəxt mənə bir dənə fason bir şey dedi də. Bir dənə o ağır qalıb. O ilə də söhbəti həll eləmişik. Məsələ həll olunub, 30-durmuşam zakona. Siyah.
Birincisi mənə qohum demirsən. İkincisi, biraz ətraflı de görüm. Xoşbəxti niyə kör eləmirsən dedi? Heç. Kör eləməmişəm ya. Yəni biz oyla bütün məsələləri həll eləmişik də. Otuzladım da zakona. Sən nə dedin ki? Ya dedim ki, bax beləncini dedim bax ona. Oturdum kişi kimi, bax üzbəüz. Dedim ki, bundan sonra tort çırpmaq olmayacaq. Hani palas çırpan olmayacaq. Bahalı maşındır, bırniyatlı, qızıldır, nə bilim nədir, belə bahalı şeylər olmayacaq. Ha, mən istəmirəm. Özün üçün istəyirsən, ged al yenə. Mən istəmirəm. Otuzdurdum o zakona. Siyah. Qohum. Mən yaxşı başa düşmədim. Kim kimi zakona otuzdurdu? O, yoxsa sən? Hələ bayaqdan mən də fikirləşirəm. Qalmışam belə. Eşən, dur elə, dur. Gedirsən, mənə təcili charter reislə bir bilet sifariş verirsən. Peterburqa. Bu bir. İkincisi, telefonun var? Var. Telefonunda yaxşı şən musiqi var, oynaq. Var, əlbəttə. Amma sevənlərdə həmişə romantika olur. Məndə amma oynamalı, qəşəng ərəbsk rəqsim var. Qoyacam indi. Qoş. Hə, qoşdum. Deməli belə. O bayaqki ədəbsiz hərəkətinə görə bugünkü sifarişlərin hamısını oynaya gətirəcəksən. Bəlkə lazımdır. Yaxşı. Sabahçılar da oynaya gətirəcəksən. Başlayır. A может, не надо? Надо. Xodda. Xoddana qoy. Oyna. Yaxşı oyna. Dayan. Baxırlar ha, neyinsən? Ay, eşən, zarabat elədin. Sən əskərin elə bil, yaman kesib ha. Haqq qohum. Ha, ged. Rəfsə, mən bəlkə deyirəm bu yerini kəsəsiz. Köpək rəqsi oynayır məncə. Qohum. Ha, ged. Köpək rəqsi Ya, bəlkə nə evlənə yaxın mən. Peki. Gəl dalınca. Ay. Aha, kəpənəkləri özün tutub qurudunuz. Aha, birimiz. Düşdü çarpsan. Təkəkar. Salam Xədicə. Ay, əlim kimə salam var? Ədeməgdən satdıqdır. Nə? Görürəm daşı ətöyündən tökmüsən ha. Ağ saqqalıva görə hərəkət eləyirsən. Dedin day, ev yıxmayım, satqınlıq eləməyim. Ev quranlara böylük eləyim, hə? Ay, söhbətəm, sən başa düşsən, məhkəməsən, əsas mı? Sən başa düşmüşsən, sən xarab elədin, orada qalmışsın. Mən xarab elədim. Sən xarab elədin. Sədri. Bunun xəbəri var məsələdən? Sən başa düşsən, mən başa düşsən. Nə? De. Bir də çay ciyərim yanır. Sən bir dəqiqə gəlmişsin, başa çay gəldi, bir dəqiqə, ha. Toyumdan çay gətirsən. Bax, su da. Gələr də çayını, слушай. Gəldiyin indi dur sənin. Xədicə, qulaq as. Deməli, birinci biz nə etməliyik? Bu Tora ilə ağırı barışdırmalıyıq. Barışsınlar da. Sonra Allah'ın köməkliyi ilə bunları nişanlamalıyıq. Allah yaxşı. Səni çağırmaqda məqsəd... Mar, bir dəqiqə dayan. Deməli, bunları birləşdirməkdən əvvəl, barışdırmaqdan əvvəl mən gərək nişandakı stol barədə fikirləşim. Bu nişanda da stolda nə olmalıdır? Amma və lakin mənim şirniyyatlarımdan. Pah, bir şirniyyatlardır ki, ağzına qoyursan, marojni kimi əriyir. Piçən ilər xırçıldayır, bir dənə çəlcikərim yanır. Adam ben size senden istəmirəm, bu adam istəmir da. Şirini söhbəti olmayacaq da bəsdir. Mən başa düşə bilmirəm, siz bəyəm toydan toya şirniyyat yiyirsiniz, evlənənə. Sən, Çəlcikərim yanır. Dedim, ben sana dedim, gel. sən mənə de görüm. Sən bizə... Əl deyməklə sındırarsın. Sən de görüm, sən yardım əlini bizə uzada bilərsənmi? Allah mübarək eləsin. Adam bir dəqiqə dedim, bana sen başkasın, heç istəmirsən la. Sənin ürəyin partlasın Xədicə. Allah eləməsin. Yardım əlini
bize uzatabilirsen mi? Da elimi uzadıram deyirəm. Sen başladın İstemi bana şeyler, istemi başka. Sen niye katımsan özüm orada? Eye sıktık eliyse burada. Bu sən mədəni dildə danışsan, mən də başa düşmürəm. Görürsən, Mari, bu şirniyyatdan yesən ha. Sən elə bir günən ki, cənnətə gedib, sonra da qayıdıb gəlmisən. Bütün günahların yolacaq. Mənim şirniyyatımın dadından doymaq olmur. Mənim şirniyyatımın dadından doymaq olmur. Hər toyda, hər nişanda süfrədən əsi olmur. Hər toyda, hər nişanda süfrədən əsi olmur. Hər toyda, 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 nişanda süfrədən əsi olmur. Ben İstemil'den bu adam tez otur da İstemil şeyini yazdı. Tanrım söylemedi. Şimdi şu ortaya Sen ne el katımsan özüm? Vururum seni. Yapışırsan burayı. Hazırlaşın. Yavaş ol, sana soxulursan, müsibət diye. Dədə babamızdan qalma cehizlik siyasıdır. Bilirsiniz bunun neçə əsr yaşı var? Azı yaxşı da. Üstündə əsir əməyi bunun. Qənimət, Hə. o vaxt belə kağız olub ki... Ay qız, bu kopyasıdır. Əslini itirmişim. Yaxın durmayın özlə. Birdən tükümüz düşdür içinə. Neyəcəm sonra? Qoy bağlayayım babşı. Merhaba. Deməli bu siyahıda nə yazılıbsa bunu sonra deyəcəm sizə. İndi qoy öz bildiklərimi deyim. Yox, siz deyin. Bax, cehizlik siyasında nələr olur? Necə deyək, nələr olur? Qız böyütməmişik, qız verməmişik ələ. Qorka, stenka, kuxna mebeli, spalna mebeli, divan, kreslo, xalça, palas. Paltar yuan, qabı yuan, soyuducu. Ay hay, ay hay. Bu da mənim ev dirəklərim. Bu da mənim ev xanımlarım. Kişi olmasaydım, deyərdim külümü qoymuşsun arvad başımıza. Əsil, cehizlik nədən ibarətdir bilmirsiniz axı. Bilmirsiniz. Gələcək qudalarınız elə momentdə adam içində sizi biabır eləyəcək ki, tüstünüz təbəbüzdən çıxacaq. Dəsmal qoymusunuz? Yox. Hardan? 1. Əl üz dəsmalı. 2. Can dəsmalı. 3. Ayaq dəsmalı. 4. Burun dəsmalı. 5-dəki Kardeş, hayırlı söhbət eləmə. Haramla danış. Ortada işmə ortada. Qırfinkən tozunu silərsən. Aynı şeyin keçmədən. Deməli, siz bilirsiniz ki, mənim işim... Əsas 3 hissədən ibarətdir. Ay sağ ol. Birincisi, süfrəni şirniyyatla bəzəmək. Adamlar bizi Ne oldu? Atamın yorucu değil misin? Aşağı koymadı sözümün bir noktasını koyun. Danışma! İster! Bu... Sen danışma da, dilin tutulup danışma da. Kaçak yerinde. Bu işimizi göreydi. Beş dəxli var. Gülabdan almısan? Güldan. Güldan demirəm, Gülabdan. O yas məclisində cəmaat gəlib dayanıra, əllərinə gülab çiliyirlər ha. Onun qabına Gülabdan deyirlər. Qızın zəng eləyəcək ki, ayma, bəlkə sabah yıxıldın, öldün. Mən o gülabı cəmaata nədə verim? Mürəbbə razetkasında, yoxsa ovucunda? Qənimətçi da. Hə? Sonra sənə bir cehizə bir kəftir qoyublar, ha? Səhər yeməyin kəfini
Aşığa belə qızın diplomu ilə yığanda nə edəcəklər? Dilivə qurban. Canım beybələr, eşitdiniz? Utanın da, utanın. Oxlov almısınız? Oxlov almışıq. O elə o oxlovla sizin qızınızı çırpsın, qaynanası siz də baxın. Qənimət qada, heç inanmıram ki, saqqalı qoysunlar. Ha da içində iğə, sancaq, qıyıq, üsü. Bizim qızda da yaddan çıxmışdı. Qaynanası da acırla nişan üzüyünü satdırdı. İğnə sap aldırdı ona. Vay, vay, vay. Eşitdiniz? Eşitməyiniz az diye gözünüze su verin, su. Düz kabağından götürdün. Yürümemişim bir, onu götürdün. Ay seni. Hadi Besti'de ne haber de bana? Dünyanın ahırıdır beyan Besti'de. Aba qaynatmısan çayı? Acı ötdü ki. Bu ne çaydı? Tora, kaynatmışsın ha? Sen bugün sabah evlere gideceksin. Sen bilmirsen orada senin özünü kaynat Allah. Yaxşı. Gəlin deyil, ayrı söhbət eləməyək. Keçək. Tora, sən çıx get. Xədicə, sən indi mənə de görüm. Sənin planın var? Var. Yerə vurma. Qoyra. Deməli belə eləyirik. Mən durub gedirəm ağır gilə. Təşkil eləyirəm ki, bu ağır xəstədə ölür. Oradan da avtomatik zəng eləyirəm skoriyə, yəni süzə. Sədəddin müəllim süz də həkim kimi Toranı göndərirsə ağırın üstünə. Elədir? Hə. Deməli, bu getməməyə ixtiyarı yoxdur, çünki bu bunun vəzifə borcudur. Düzdür? Hə. Orada da avtomatik surətdə hər şey öz yolu ilə gedir. Necədir? Halaldı sənə Xədicə. Senin başın, Leyli'nin başı eynidir. Gide iş başına. Dur. Deva gide iş başına. Kulak as. Sen de vergidir. Allah vergisi de sende. O ne? Vergi? Deva. Marif. De. Mən bu vergi aramızda. Dedim korkma da. Kişi sözü dedim sen hemen. Kişiyim sen bilmirsen. Köyle kişilerden hemen ben nasıl da yaşlısından. Dedim şu. Korkma. De. Ne devam? Sen düşeye kapatma. Bunun gelişine tadına bak sen. Bahar'la mı ilgili? Nereden çıkarıyorsun Fikret? Allah aşkına bir daha anla şu kadının adını. Lütfen yalvarıyorum sana. Özür dilerim. Zamanla unutacağım herhalde. Bunu en çok ben istiyorum. Bu filmde bütün ehvalımı körledim. Ne söyleyeceğim? Trabzon'daki evle ilgili. Filmde de hamsi role girip oynuyorlar. Baş sponsor Baksel.
Eşitdiniz? Ustalar sizdən çox bilirlər. Utanın, gözünüzü su verin. Bağışlayın, dükana kim baxır? Mən. Nə lazımdır? Bir stəkan qaynanmışdı zəhmət olmasa. Qaynanmış olsun. Bəli. Hə, bu dəqiqə. Tez elə ay qız, gözləyirik səni. Qaqaş, gəl apar. Mən bildiklərimi deyəcəyəm sənə. Amma orada burada demə ya. De qaynanmışdır xanım. Hə, qaynanmış sudur. Tez elə də daypeci də ol da. Təzə gəlinlər kimi 8 saata gəlirsən. Gəldim. Hə. Oğlunun suyu qaynamamış verdin. Hə. Qarnı ağrısa neyniyəcəksən? Narahat olma, ağrımaz. Sən canın qənimət. Aç o mücrünü baxım içində nə var. Heç olmasa şəklini çəkək də. Nə qədər danlanmaq olar? Şəklini çəkək, yox bir day, video çək. İhmalca, yavaş-yavaş. Ahəstə-ahəstə. Bura bax. Bundan bir dənədir ya. Aman zaman o da məndə. Əlvi vurma, parmağımın ləkəsi qaldı. İndi bilirik də, hamı evini Euro remont eləyir. Vanlı otağında şlanqza. Amma dədə baba qaydası ilə nə olmalıdır? Bax, bir dənə fikir verin. 13-cü sıraya fikir verin. Bax, aram-aram oxuyuram. Bundan bir də əməndə də orada burada yoxdur. Deyəcəm, diqqətlə qulaq asın, sonra təkrarlanmayacağam. Bax, 13-cü sırada görə nə yazılıb? Ada! Oğlana suyu qaynamamış vermişdin, hə? Hə. Gülə, o da mənim bir əsrdən çox yaşı olan siyahımı götürdü, apardı. Hı? Başa düşdünüz də planımızı da? Deməli, belə eləyirsən, ağır, sən yatırsan. Güya ürəyin xəstədir. Uzan. Ay soba. Tutdunuz da siz də fikrimi, hə? Düz deyirəm. Başa düşdünüz? Tamamilə sənə razıyam Xədicə. Ay. Çox süni alındı. Elə bil ürəyə getmir, bir yatıb, özü göz açıq. Onda belə eləyirik də. Bir də qalx. Qulaq asma. Bir də qalx. Ağır, mən sənə bir sirr açmaq istəyirəm. Maraqlanmışam. Bu tora deyəcəm. Həyatdır da. Toraya nə olub? Olan oldu, keçən keçdi. Nə olub toraya? Da heç nə. Ərdə olub, bir dənə də uşağı var. Ay sağ ol, bu başqa məsələ. Gördün? Bax, indi oldu. Alo! Bunlara nə oldu? Desən, dərinə getdi mi? Bunlar elə bir də himə bənd demişlər ki. Alo, Sədrəddin, klient Qatov, qızı göndər gəlsin. Əşi, durun ayağa, artistə gələməyim. Tora tez otağıma gel, vızır var. Al təcili bunlara getir. Axı bu... Ay kız, lan uzadırsan tezeli xəstə ölə bilər. Nə çərənləyirsən? Çərənləyirsən? Bu həyat orada sözə baxdı. Çərənləyirsən. Obyekt çıxdı. Gəlin! Doktor qapı açırdı. Gəlin! Hey! Kimsə var burada? Ağır. Ağır.
Ağır. Ağır. Ne olmuştu mənə? Huşunu itirmiştin. Bütün bu tamaşa nəyə lazım idi Ağır? Özün gəlsəydin klinikaya, danışsaydıq. Mən səni gözləyirdim. Nə bilim, dedim alınmaz. Qorxurdum itirərəm səni. Bilirsən də, o əsniyəndə əli ağzına tərsinə tutma məsələsi. Danışma. Hər şeyi korlayarsan. Yaxşı. Mən getməliyəm. Hara tələsirsən? Yox, gedim də. Hər şey yaxşı olacaq. De ki, bizdə hər şey yaxşı olacaq. Sən bilirsən də mən nəyi nəzərdə tuturam. Gedim mən. Mənim əlimdən tutmaqdan başqa heç nə bilmirəm. Bizim filmdə belə şeylər olmur. Amma bizim filmlərdə məşhur ekran qaraltmaq səhnəsi olur. Balyar! Etimiz tökülsün elə. Sağ ol. Vergi nə? Maarif. Baş sponsor Baksel.